Futbolun küpünə girən adam, futbolun hər üzünü görən adam demişdim ona. Həqiqətən də ayaqlarıyla rəsm çəkən, futbol bəstəkarı Lionel Messi. Maradona bir dəfə demiş ki, top onu heç vaxt satmayıb. Messi də topa heç vaxt xəyanət eləmədi. Gücü ilə deyil, zərifliyi, tərrakəsi ilə o qələbələr qazandı. Elə bil Michelangelo'nun mərmərə toxunduğu kimi Messi topa toxunurdu. İndi o tamamladığı əsər qarşısında sanki bir təzim edərək, geri çəkilərək gedir. Sanki Frodo Boz limanından orta dünyanı tərk eləyir. Missiya bitib və qəhrəman səhnədən gedir. Maximus kimi son döyüşünə çıxdı, ancaq nəticə öncədən məlum idi. Nəticədən asılı olmayaraq Messi əbədi zəfəri qazanmışdı. İllər sonra bu dünya çempionatının finalı bağlı çox şeylər unudulacaq. Bəziləri hətta hesabı da unudacaqlar, ancaq Lionel Messi'nin son dünya çempionatı oynadı, bunu unutmayacaqlar. Lionel Scaloni, uğurun memarlarından biri, iki memar. Messi göz yaşlarına hakim ola bilmir. Çox kədərli bir mənzərə. Onlar ağır görüntülər. Çox ağır görüntülər. Lionel Messi və Lionel Scaloni, Argentinanın uğurlarının memarları. İki Leo. Bəli, Şirlər Vadisi Argentina ikinci sezon xoşbəxt sonluqla bitmədi. Bitmədi. Bu